Salam əziz izləyicilər, mən şairə İsmirə Günəş. Naxçıvanda şəhid ailələrinə ziyarətlərim davam edir. Hal-hazırda daha bir qəhrəmanımın ocağındayım. O qəhrəman ki, iki bacının tək qardaşı, ailənin ilk övladı və yeganə oğul övladı idi. Atasının, anasının arxa dayağı, nəslin davamçısı idi. Ancaq Qarabağ torpaqlarının azadlığı uğrunda canından keçən qəhrəmanlardan birinə çevrildi. Haqqında danışdığım qəhrəmanım Zamanlı Məmməd Rəhmənoğludur. Avqustun 3-də 1998-ci ildə anadan olmuşdu. 44 günlük Vətən müharibəsi başlayarkən elə 27 sentyabrda ilk şəhidlərdən birinə çevrildi. Hal-hazırda yanımda qəhrəmanımızın anası dayanıb. İstəyərdim şəhidi haqqında bir-iki kəlmə ilk öncə onun özündən eşidək. Buyur. Mən Zamanlı Məmməd Rəhmənoğlu, anası Firəngiz Zamanlıyam. Mən bu qəhrəmanlarla fəxr edirəm, qürur duyuram. Mən bu oğullarla. Çünki bunlar 30 ildə alınmayan torpaqlarımızı geri qaytardılar bizə. Anaların, bacıların namusunu, ismətini geri qaytardılar. Qarabağda bayrağımızı ucaltdılar. Bu oğullar o bayraqlarda, necə deyim, bayraqlarla anaların, ataların üstünə gəldilər də. Bizə bu bayraqlar həmişə müqəddəsdir. Həmişə bu bayraqları biz uca zirvələrdə dalğalandıracağıq. Bunlar çünki şəhidlərimizin simvoludur da, bir dənə simasıdır. Biz bu bayraqları Məmmədin bəy otağına bəzəmişik, düzəltmişik. Məmmədə toy qismət olmadı, ancaq şəhidlik otağı qismət oldu. Biz bu otağı Məmmədə şəhid otağı bəzəmişik, muzey eləmişik. Necə deyim axı, mən qürur duyuram ki, belə bir oğlanın anasıyam, fəxr eləyirəm. Məmməd bizim başımızı uca eləyibdi. Bu qədər. Allah sizə ömür versin və yanımızda 2023-cü ildə şəhid yanğısını yaşayan, o da evinin tək oğul övladını vətən uğrunda qurban verən analardan birinə çevrilib. Aynur anamız dayanıb, Elçin İbrahimimizin anası. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, Məmmədimiz Elçinimizlə birlikdə yeni hərbi hissənin hərbiçiləri olublar. Hətta kursantlıqları da bir yerdə keçib. Uşaqlıqdan hər ikisinin hərbiyə marağı olub və böyüyəndə də elə eyni məqsəd uğrunda mübarizə aparıblar. Deyirlər, hərbiçilər şəhid olmağı arzulayır özlərinə. Yəqin ki, necə ki, eyni amal uğrunda mübarizə aparıblar, eləcə də eyni zirvənin sahibi olublar. Aynur anamızın ürək sözlərini də eşidək. Allah bütün şəhidlərimizin məqamını uca eləsin, yerlərini rahat eləsin. Sözləşlərində akademiya qutaranda Məmməd özünə bəlkə də TikTokda qabaqda çıxıbdı. Şəhid olmaq diləyi ilə demişdi. Bir də nə bilim, şəhidin atası da polis, köhnə polis, bir də sədrək döyüşçüsü olubdu. O vaxtı da sədrəkdə döyüşlərdə iştirak edibdi, canla başla. Bunlar qardaşlar orada, çoxu 97 uşaqlardı şəhidlərimizin. Eyni kursantdılar, eyni vəzifəni daşıyıblar. Allah hamısı məqamını uca eləsin. Onlar orada qardaş kimi orada bir yerdədir. Ruhları şad olsun, bizlərə şəfaətçi olsunlar, cənnətdə görüşmək ümidi ilə. Bəli, əziz izləyicilər, bugün Naxçıvanda, bu doğma məkanda, bu ziyarətgahda, qəhrəmanımızın ocağında mən oldum. Sabah növbə sizlərdədir. Gəlin birlikdə şəhidlərimizi yaşadaq ki, gələcək nəsillərdə qəhrəmanlarımızı tanısın. Ruhları şad olsun qəhrəmanlarımızın. Amin.